Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Hər bir kəsi xoş gördük. 1-2 gün, 3 gün olar video atmırdım. Həqiqətən video atmayanda da belə sizlər üçün darıxmışdım. Sizləri çox sevirəm. Həqiqətən yaxşı ki varsınız. Deməli, sizlərə 1-2 məsələni xatırlatmaq istəyirəm. 1-2 məsələ nədən ibarət? Əvvəla bugün ayın tarixini unutdum. 13-ü. 13 iyun əvvəla hava şəraiti necə olacaq? Küləkli hava şəraiti olacaq. Gözlənilır Bakı-Abşeron yarımadasında axşam və gecəyə kimi küləklər davam eləməsi ehtimalı var. Lakin sabahdan etibarən 14 və 15-ci gün ərzində hava şəraitinin temperaturu yüksəlməsi ehtimalı. Son zəng gündən xüsusi məlumatı deyim sizə ki, ayın 14-ü Respublika ərazisində hava şəraitinin temperaturu əksər bölgədə yağmursuz və isti olması gözlənilir. Fürsətdən istifadə edib son zəng günündə hər bir məzunlara müvəffəqiyyət arzuluyuram və hər zaman sizlərin taleyinizin xoş olmasını, adlarınızın uca zirvələrdən gəlməsini arzu edirəm. Hava şəraiti kəskin şəkildə dəyişiləcək. Respublikasında şiddətli küləklər və güclü yağıntılar gəlir. Bu barədə ətraflı məlumatlar olacaq. Səhifələrimizi izləmədə qalın.